Bu gün Bakının tam ortasında, Azadlıqda, Koala Parkın yanında sizə restoran satıram. Biz restoranın VIP otağındayıq. Bu VIP otağı bron eləmək üçün 250-300 manat depozit istəyirlər. Bu VIP otaqdan keçdik, belə yavaş-yavaş gəlirik. Bismillah, bismillah. Burada bir dənə sanitar qoşağımız var. Onu da görəndən sonra belə çevrildik. Burada bir dənə belə zalımız var. Tamam, sağ olun. Bizə çay da verdilər bu arada. İçində gördüyünüz bütün əşyalar qalacaq restoranın içərisində. Satış qiymətinə daxildir. Aha, başla. Restoran 247 kvadrat metrdir. Restoran 247 kvadrat metr sahəsi var. 3 ya 4 mərtəbəli binanın birinci mərtəbəsini indi çölündə göstərəcəm. Burada bax belə otaqlar var. Belə otaqlar var. Biri, ikisi, üçü o başda. Hal-hazırda Resto Pub konseptində fəaliyyət göstərir. Bura bar hissəsidir. Ondan sonra havalandırma xüsusi havalandırma sistemidir. Yəni kondisionerlər də var. Bura restoran hissəsidir və obyekt hal-hazırda icarədədir. Təqribən bir 4 rəqəmli icarə qiyməti var. Bunu zəng eləyənlər üçün özümüz deyəcəm, qeyd eləyəcəm. Təklif olunur 1 milyon 350 min manata qeyri-yaşayış sahəsi kupça sənədi ilə deməli təklif edir. İndi restoranın çıxaq çölə, orada da çölündə sizə nə var, nə yox onu göstərim. Elə terasından duraq, siz burada dayanın, mən göstərim. Bax, əziz dostlarım, qardaşlarım. Bura Azadlıqdır. Opsiya Azadlıqdır. Burada Koala Parkın yerləşdiyi ərazidir. Qabağında kifayət qədər parking yeri var. 1, 2, 3 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Və 1 milyon 350 min manata çıxarışla təklif olunur. İndi mən sizə binanı da göstərim. Belə təqdim edeyim, əziz dostlar, baxın. Bax, bu binanın birinci mərtəbəsidir. Praga Pub Restoran. Bax, bu binanın birinci mərtəbəsidir. Burada da hamısı sırayla obyektlərdir, belə qeyri-yaşayış sahələrdir. Və işlək bir obyektdir. Hal-hazırda biz elə bir vaxt seçib gəlmişik ki, içəridə müştərilər azdır və daha yaxşı sizə çəkib göstərə bildik obyekti. Ətraflı suallarınız varsa, zəng eləyin 050-070 654 91 57 zəng və WhatsApp aktiv. Sizə satış təminatınız varsa bizə müraciət edə bilərsiniz. Təşəkkürlər.